Bilirsiniz ki, vəkillik 2017-ci ildən sonra tamamilə yeni bir mərhələyə qədəm qoyubdur. Bunun haqqında mətbuatda, kütləvi informasiya vasitələrində, belə deyək, tək mətbuatda yox, sosial şəbəkələrdə kifayət qədər geniş açıqlamalar var, müzakirələr var. Bugün Azərbaycan vəkilliyi şəffaf bir qurumdur, cəmiyyətə açıqdır, öz nailiyyətlərini, uğurlarını və hətta problemlərini belə cəmiyyətlə bölüşməkdən çəkinmir. Əgər desək ki, bugün vəkillik həqiqətən müstəqil Azərbaycanın yarandığı dövrdən bu yana və Azərbaycan vəkilliyinin yarandığı dövrdən bu yana, ötən əsrin əvvəllərindən belə deyək, yarandığı dövrdən bu günə qədər mən çəkinmədən deyərəm ki, Azərbaycan vəkilliyi həqiqətən bu günlərim özünün pik həddini yaşayır, zirvəsini yaşayır. Ancaq əlbəttə ki, bu son hədd deyil. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hörmətli Rəissiyyət Heyətinin sədri cənab Anar Bağırovun rəhbərliyi ilə daha yeni hədəflər müəyyən edir, daha yeni çağırışlara açıqdır, inkişafdadır. Vəkillər Kollegiyasının davamlı inkişaf prosesi heç vaxt bitməyəcəkdir. Bunu bizim hörmətli sədrimiz də dəfələrlə bildiribdir. Bu davamlı bir prosesdir. Hər zaman biz inkişafa doğru, müasirliyə doğru gedəcəyik. Bəli, bugünkü Azərbaycan vəkilliyinin vəziyyəti ümumilikdə götürəndə qənaətbəxşdir. Bir sıra əvvəllər olan problemlər artıq mövcud deyil. Vəkillik həm maddi texniki bazası, həm də institusional olaraq inkişaf edir. İstər vəkilliyin qanunvericilik bazası olsun, bilirsiniz bu yaxınlarda Milli Məclisdə birinci oxunuşda da deməli qəbul olundu, keçdi. Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunda da çox ciddi mütərəqqi dəyişikliklər nəzərdə tutulur. Məhz bu baxımdan